sosial mediada çox aktivəm, bilirsiniz. Öz həyat mübarizəmi mən bugünkü gün göstərirəm insanlara və inanın, mən onları özüm üçün çəkmirəm. Bəlkə də siz inanırsınız ki, mən heç istəmirəm məni insanlar elə vəziyyətdə görsünlər. Amma mən onu bilirsiniz niyə çəkirəm? Mənim vəziyyətimdə olan insanlar mənə baxıb, ən azından az da olsa, cüzi də olsa, onlara biraz da olsa motivasiya verə bilirəmsə, nə xoş mənə. Mən istəyirəm ki, insanlar sadəcə anlasınlar ki, hər şey bizim özümüzdən asılıdır. Biz özümüzük, biz belə deyim də, əgər biz istəyiriksə, bacararıq. Fərqi yoxdur, bugünkü gün yeriyə bilən insan və yaxud xəstəliyi olan insan, hər şey bizdən asılıdır. Sadəcə inanmalıyıq buna və mənə o qədər insanlar yazır, inanın. O qədər faciəvi öz hekayələrini danışırlar ki, necə qəzaya düşənlər kim, nə bilim, yıxılan kim. Yəni sonradan və yaxud ilk doğuşdan belə olanlar kim, yəni və hamısı da deyir ki, biz sizə baxıb fikirləşirik ki, Ayla xanım, biz də nə vaxtsa yeriyəcəyik, sizə baxıb güc alırıq, sizdən baxıb ilham alırıq. Bu məni o qədər xoşbəxt eləyir ki, və mən daha çox motivasiya dolu yenə də fikirləşirəm ki, Ayla, sən insanlara motivasiya verməlisən. Bəlkə də bugünkü gün sənin bu gücün kiməsə də güc qata bilər. Və ona görə də sosial mediada çox aktivəm. Hətta məni tanımayan izləyicilərim belə var, hansı ki, mənə namazlarında dua eləyirlər. Mənim üçün nəzir deyənlər var. Məni tanımayan insanlar var ki, mənim üçün qurban deyib. Yəni, bundan böyük xoşbəxtlik var bu həyatda. Heç nə. Heç nə ola bilməz. Mənim üçün o qədər dəyərlidirlər ki, onlar. Mən onların hər birini qucaqlayıram, bağrıma basıram. Çox sağ olsunlar ki, mənə bu qədər dəstəkdirlər. Doğrudan da, yəni, mən avtoqəzadan sonra başa düşdüm ki, sizdə mən insanlıq ölməyib. Yaxşı insanlar da var imiş. Məncə yetəri qədər insanlara motivasiya olmusunuz və olursunuz da. Bu çıxışınız da mənim üçün çox önəmli idi. Bu məqamlara bu qədər açıq toxundunuz. Təşəkkür edirəm ayrıca. Mən sizə təşəkkür edirəm. Son olaraq ən böyük xəyalınızı və arzunuzu bilmək istəyirəm. Sizcə mənim ən böyük xəyalım və arzum nə ola bilər? Özünüzdən eşitmək istəyirəm. Yəni, əlbəttə ki, ayağa durub yenidən əvvəlki ailə olmaq. Öz ayağım, mən heç nə istəmirəm bu həyatda. Tək istəyim var. Öz ayaqlarımın üstündə olum, yenidən sağlam olum, yeriyim. Mənim ən böyük arzum odur. Öz ailəmi sevindirmək, onların gözünü yaşlı qoymamaq və bu da olacaq. İnşallah, Allahın izni ilə olacaq. İnşallah. Bəlkə biraz zaman tələb eləyəcəyəm, olacaq.